Kimdə saç tökülməsi varsa, diqqətlə qulaq asın. Bu yağ həqiqətən də saç tökülməsinə mükəmməl fayda verir. İnanın ki, mən bunu özüm yoxlamışam. Ximioterapiyadan sonra mənim saçımın dibində bu sağanaqlar var da, saçı saxlayan köklər. Sağanaqlar zədələndi. Ximioterapiyadan sonra mənim saçlarım dəhşətli töküldü birinci, sonra da yenə tökülürdü. Mən bunun qarşısını nə ilə aldım? Və saç tökülməsinə mükəmməl fayda verir. İnanın ki, özünüz siz bunu mən dediyim kimi bir ay eləyin, özünüz görəcəksiniz. Sonra kəlbətinlə tutun saçı dartın, tökülməyəcək. Göstərəm sizə. Yağ buradadır, sonda deyəcəm nə yağıdır. Diqqətlə qulaq asın. Belə əlinizə vurursunuz. Qəşəng belə saç diblərinə çəkirsiniz. Buradadır yağ. Qəşəng bax belə saçın diblərini masaj eləyirsiniz. Xatırladım ki, bunu siz həftədə bir 2-3 dəfə eləyə bilərsiniz. Saçınızın dibinə belə çəkirsiniz və 2 saatdan sonra saçınızı gedirsiniz, yuyursunuz. Belə qəşəng yeridirsiniz saçın diblərinə. Azdır. Qoy biraz da tökək. Saçım necə qaldı abi? Həqiqətən də bu bitkinin hər şeyi möcüzədir. Özünüz indi təxmin eləyəcəksiniz bu nədir? Təxmin eləyəcəksiniz. Qəşəng belə əlinizə vurursunuz. Saç diblərinə belə çəkirsiniz. Həqiqətən də bu bitki möcüzəvi bir bitkidir ya. Möcüzə. Qəşəng bax belə çimizdirirsiniz başınızı da belə bax belə yeridirsiniz saç diblərinə. Artıq bir 2 saatdan sonra saçınızı qəşəng gedib yuyunursunuz. Həftədə bunu 3 dəfə eləyə bilərsiniz. Bir ay eləyin və bunun arxasıca da məsləhət görürəm ki, fitoklublarda şey var, nədir? Sarımsaq şampunu. Həqiqətən də çox gözəl fayda verir. Bunu belə eləyərək, bu yağdan çəkərək və sarımsaq şampunu ilə yuyursunuz sonunda. Elə deyərəm ki, birinci həftədən özünüz görəcəksiniz. Saç tökülməsində həqiqətən də mükəmməl fayda verir. Yəni dayandırır saç tökülməsini və belə deyim də saçın diblərini möhkəmləndirir. Allahın izni ilə. Hər birinizə tövsiyə edirəm. Mən mütəmadi bunu eləyirəm. Sizə də tövsiyə edirəm. Hər biriniz bunu edin. Kimdə saç tökülməsi var. Təbii ki, D vitaminini də artırmalısınız mütləq. D vitaminini də Venaturanı qaldıra bilərsiniz. Çox gözəl D vitamini qısa zamanda mükəmməl qaldırır. Zeytun yağı ilə hazırlanıb. Təbii. Ümumiyyətlə Venaturanın məhsulları hamısı yaxşı olur. Sonda da onu demək istəyirəm ki, bu nə yağı idi? Təbii ki, utindi yağı. Miqrendə mükəmməl fayda verir, qaymaritdə, sinüzitdə fayda verir, limfalar şişəndə yatızdırır, üzərindən belə nazik qatına çəkə bilərsiniz, qlandalara fayda verir. Sonra qulaqda səs-küy, xışıltı, xırıltı fayda verir, oynaq ağrılarına mükəmməl fayda verir, masaj eləyə bilərsiniz. Bir şeydə bir-iki günə inşallah onu da çəkəcəm. O ətraflı danışacağım. Üzdə olan ləkələrə mükəmməl fayda verir. Bu utindi yağı. Bax bu. Üzdə olan ləkələrə. Demək, axşam çəkirsiniz, yatırsınız. Səhərsə durub üzünüzü yuyursunuz. Üzündə harda ləkə varsa oranı fərq eləməz. Bunu eləyin. Sizə mükəmməl fayda verəcək. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Özünüzdən müğayət olun.